Bugünkü mövzumuz Azərbaycanın geoloji quruluşu və faydalı qazıntıları. Getdik. Demək, ilk öncə Böyük Kiçik Qafqazın Kür-Arazın necə yarandığından danışaq. İlk öncə qeyd edək. Mezozoyun sonunda Ərəbistan litosfer davası gəlir Avrasiyada toqquşur. Və Mezozoyun sonu yavaş-yavaş burada qırışıqlıqlar yaranmağa başlayır. Baxırıq, hələ ortada sudur. Yəni hələ Kür-Araz yaranmır. Kaynozoyun əvvəlində Ərəbistan tavası Avrasiya toqquşması ilə Kiçik Qafqaz və Böyük Qafqaz qalxmağa başlayır. Bir də fikir veririk ki, bu su olan ərazidə yavaş-yavaş adalar yaranmağa başlayır. Bu əslində Kür-Araz ovallığının yavaş-yavaş formalaşmasının göstəriciləridir. Daha sonra Kaynozoyun ortalarında artıq Kiçik Qafqaz dağları daha hündürləşib, həmçinin Böyük Qafqaz və Kür-Araz ovalığı yavaş-yavaş öz müasir formasını almağa başlayıb. Və nəhayət Kaynozoyun sonunda müasir Kiçik Qafqaz dağları, Böyük Qafqaz dağları və Kür-Araz ovalığı tam olaraq formalaşdı. Ümumiyyətlə, biz köhnə mövzularda qeyd etmişdik ki, geoxronoloji cədvəldə əvvəlcə 2 dənə eona bölürük. Kriptozoy və Fanerozoy. Deməli, kriptozoya aid idi arxa ilə Proterozoy. Kriptozoy nə üçün demişdik? Çünki kriptozoy gizli həyat deməkdir. Yəni bu dövrdə bitki heyvan qalıqlarına rast gəlinməyib. Amma Fanerozoy isə aiddir bura Paleozoy, Mezozoy, Kaynozoy. Fanerozoyda isə nə olmuşdu? Aşkar həyat adlandırırdıq. Çünki bu dövrdə bitki və heyvan qalıqlarına rast gəlinmişdi. Bu Fanerozoya biz həmçinin fənər sözü ilə yadda saxlaya bilərik ki, yəni ki, aşkar həyat. Yəni aydınlıq, aşkardır, bitki heyvan qalıqları mövcuddur. Yəni qeyd edək, Azərbaycanda olan ən qədim süxurlara isə Paleozoya aiddir. Yəni biz Proterozoy arxaya çöküntülərini görmürük Azərbaycanda. Ən qədim süxurlar bir alt Paleozoya aiddir. Alt Paleozoy, bir də üst Paleozoy. Azərbaycanda ən qədim süxurlar. Davam edək. Demək, birinci başlıq Paleozoy. Dedik ki, alt Paleozoy, üst Paleozoy. Azərbaycanda ən qədim süxurlar alt Paleozoyun çöküntüləri Əsrik çay, Zəyəm çay hövzəsində, üst Paleozoyun çöküntüləri isə Sədərək qalxmasında müşahidə edilir. İki hissədə. Əsrik çay, Zəyəm çayda, Sədərək qalxmasında. Keçdik Mezozoya. Biz Mezozoyu bayaq bölmüşdük. Geoxronoloji cədvələ əsasən Trias, Yura, Təbaşir. İndi baxaq. Trias təkcə bircə ərazidə var, Dəyərliyə silsiləsində. Yura dövrünün çöküntüləri əsasən yüksək dağlıq ərazilərdə. Bunu necə yadda saxlayaq? Yura, yüksək dağlıq. Yüksək dağlıq. Belə yadda saxlayaq. Təbaşir dövrünün çöküntüləri isə nisbətən orta dağlıqdadır, Böyük Kiçik Qafqazın. Deməli, Trias oldu Dərəliyəzdə, Yura oldu yüksək dağlıqda, Təbaşir isə alçaq dağlıqda müşahidə edilir. Keçdik Kaynozoya. Kaynozoyu da biz bölmüşdük Paleogen, Neogen, Antropogen və ya 4-cü dövr. Birinci başlayaq Paleogen dövrünün çöküntülərinə. Paleogen əsas 2 yerdə var. Lənkəranlar arasında Talış dağlarında, bir də Naxçıvanın dağlıq ərazilərində. Düzdür, Böyük Qafqazın cənub-şərqində də var, amma biz əsas nəyə yadda saxlayırıq? Talış dağlarında, Naxçıvanın dağlıq hissələrində. Neogeni isə nisbətən daha çox ərazidir. Abşeron, Qobustan, Acınohor, Ceyrançöl və bir də Böyük Qafqazın şimal-şərq hissəsində. Və sonuncu, 4-cü dövr və ya Antropogen dövr, bu isə daha çox ərazidə yayılıb. Baxırıq, harada yayılıb? Deməli, Kür-Araz ovalığı, Samur Dəvəçi, Lənkəran ovalığı, Abşeron yarımadası, daha sonra burada Qanlıq Əyriçayda, Gəncə Qazaq düzündə, Aşağı Araz boyu düzənliklərdə və Şəhər Ordubad düzlərində yayılmışdır. İndi öyrəndiklərimizi gücləndirək, ümumiləşdirək. Baxaq, yadımızda nə qaldı? Deməli, birinci biz qeyd etmişdik ki, Azərbaycanda ən qədim süxurlar hansı eranın süxurları idi? Paleozoyun, düzdür. Bəs Paleozoyun süxurları hansıları idi? Hansı dövrləri bölmüşdük? Paleozoyun özünü də bölmüşdük. Alt Paleozoy, üst Paleozoy.
Alt paleozoy suxurları harda yayılmışdı? Əsrik çay, Zəyəm çay hövzəsində. Bəs üst paleozoy? Naxçıvanda sədərək qalxmasında qeyd etmişdik. Keçdik mezozoya. Mezozoyu hansı dövrlərə bölmüşdük? Trias, Yura, Təbaşir. Aha. Bu Trias çöküntüləri harda olmuşdu? Harda var idi? Demişdik ki, Naxçıvanda Dərəyə silsiləsində Trias çöküntüləri var idi. Bəs Yura, Təbaşir? Yuran çöküntüləri isə demişdik ki, yüksək dağlıqda, Bənövşəyə gördüyümüz hissələr, Təbaşiri isə nisbətən daha alçaq dağlıq ərazilərdə yayılmışdı. Daha sonra mezozoyu da qeyd etdik, qaldı kaynozoy. Kaynozoyu da bölmüşdü 3 dövrə, paleogen, neogen, antropogen. Deməli, paleogen dövrünün çöküntüləri hansı ərazilərdə idi ən çox? Demişdik ki, Talış dağlarında, bir də Naxçıvanın dağlıq ərazisində. Nisbətən Böyük Qafqazın cənub-şərqində də var demişdik. Sonra bəs neogen? Demişdik Abşeron Qobustanda, Acınohor Ceyran çöldə, bir də Böyük Qafqazın şimal-şərqində. Və sonuncu, 4-cü dövr, o hansı ərazilərdə idi? Demişdik ki, ən çox 4-cü dövr çöküntülər yayılıb. Abşeron yarımadasının bir hissəsi, Kür-Araz ovalığı ümumiyyətlə, aşağı Araz boyu düzənliklər, Lənkəran ovalığı, burada Qanı-Xəriçay, daha sonra Gəncə-Qazax düzü, bir də burada Şər-Ordubat düzündə müəyyən bir hissəsini aid etmişdik. Bu da belə. İndi isə keçək Azərbaycanın tektonik zonalarına. Azərbaycanın 5 əsas tektonik zonası var. Deməli, Ön Qafqaz çökməsi, Böyük Qafqaz qalxması, Kür çökəkliyi, Kiçik Qafqaz qalxması, Araz-Cavan platforması. Birinci başlayaq Ön Qafqaz çökməsindən. Ön Qafqaz çökməsinə aiddir Şollar düzü, Samurdərə ovalığı. Burada da baxaq. Deməli, Şollar düzü, Samurdərə ovalığı aid oldu hara? Ön Qafqaz çökməsinə. Keçdik. Böyük Qafqaz qalxması. Baxaq, Böyük Qafqaz qalxması. Bura aiddir Baş Qafqaz silsiləsi, Yan silsilə, Qovdağ, Niyaldağ, Abşeron, Qobustan, bir də burada Qusar maili düzənliyi. Bir də baxaq xəritəyə. Deməli, Baş Qafqaz silsiləsi, Yan silsilə, burada Qovdağ, Niyaldağ, Ləngəbiz, bir də burada nə demişdik? Qusar maili düzənliyi, Abşeron yarımadası, Qobustan. Aha. Bunu bildik. Keçdik Kür çökəkliyinə. Kür çökəkliyə baxaraq böyük bir ərazini əhatə edib. Bura aid də nə? Kür-Araz ovalığı özü, daha sonra Qanıq-Əyriçay, Acınohor Ceyran çöl, aşağı Araz boyu düzənliklər, Lənkəran ovalığı, burada Mil düzü, Muğan düzü, Salyan, Şirvan, Cənub-Şərqi Şirvan düzlərində, Şirvan düzü burada aid edir. İndi bunları xəritədə baxaq. Baxaq. Demək, dedik ki, Qanıq-Əyriçay, Acınohor Ceyran çöl, Qarabağ düzü, Şirvan düzü, Mil düzü, Muğan düzü, Salyan, Cənub-Şərqi Şirvan. Burada aşağı Araz boyu düzənliklər Hərəmi, İncəgən, Hərəmi, İncəgəyən düzlərini, bir də burada Lənkəran ovalığını aid etmişdik. Bir də Gəncə-Qazax. Sonra Kiçik Qafqaza bəsdən aid. Kiçik Qafqaz deyəndə ümumiyyətlə dağlıq ərazilər ən çox nəzərdə tutulur. Burada Kiçik Qafqazda olan dağlar Zəngəzur, Dərəliyəz, Talış dağlarına aid edirik. Bir də baxaq. Baxaq. Deməli, Şahdağ silsiləsi, Murovdağ, Şərqi Gölçə silsiləsi, Qarabağ silsiləsi, Qarabağ vulkanik yaylası, daha sonra Dərəliyəz, Zəngəzur silsiləsi, bir də nə demişdik? Talış, Peştəsər, Buravar silsilələrində biz bura aid etmişdik. Və sonuncu isə gəldi Araz-Cavan platforması. Araz-Cavan platformasına isə ümumiyyətlə Naxçıvan ərazisində yerləşən düzənliklər aid olunur. Bir-bir onlara da baxaq. Demək, qərbdən şərqə doğru gedirik. Sədərək, Şərur, Böyükdüz, Naxçıvan düzü, Gülüstan, Yayçı, Ordubad. Necə oldu? Sədərək, Şərur, Böyükdüz, Naxçıvan, Gülüstan, Yayçı, Ordubad. Ən qərbdə Sədərəkdir,
Ən şərqdə isə Ordubad. Bu da belə. İndi mən sual verim, siz cavab verin. Deməli, birinci tektonik zonalar bölmüşdük 5 yerə. Hansılar idi? Ön Qafqaz çökməsi, Böyük Qafqaz qalxması, Kür çökəkliyi, Kiçik Qafqaz qalxması, Araz-Cavan platforması. Düzdür? Birinci başlayaq. Bu ön Qafqaz çökməsinə hansı düzənliklər aid idi? Demişdik ki, 2 dənə düzənlik aid idi. Hansılar idi? Demişdik. Şollar düzü, Samur Dəvəçi ovalığı düzdür. Keçdik ikinci. Böyük Qafqaz qalxmasına hansı ərazilər aid idi? Demişdik ki, Baş Qafqaz silsiləsi, yan silsilə, Abşeron yarımadası, Qobustan, düzdür. Burada 2-3 dənə də silsilə və Ləngəbi silsiləsi, Niyaldağ, Qovda aid idi. Daha sonra Kür çökəkliyinə hansı ərazilər aid idi? Deməli, Kür çökəkliyinə deyirik Şirvan düzü, Acınahor Ceyrançöl, Gəncə Qazaq, Qarabağ düzü, Mil düzü, Muğan düzü, Salyan, daha sonra Lənkəran ovalığında aid etmişdik, düzdür. Bir də aşağı Araz boyu düzənliklər, Hərəmi incə Gəyən düzləri. Daha sonra deyin görək, bu Kiçik Qafqaz qalxmasına hansı ərazilər daxil idi? Demişdik ki, Kiçik Qafqaz qalxmasında sırf Kiçik Qafqaz olan bütün dağlar. Buradakı dağlar hansılar? Şahdağ silsiləsi, Murovdağ, Qarabağ vulkanik yaylası, Qarabağ silsiləsi, burada Zəngəzur Dərəliyəz, Talış, Peştəsə, Buravar silsilələrində aid etmişdik. Və sonuncu, Araz-Cavan platformasına nələr aid idi? Demişdik ki, Naxçıvanda olan bütün düzənliklər. Burada Şərurdan, Sədərəkdən başlayıb, burada Ordubad düzündə bitirdi. Sədərəkdən, ən qərbdən Sədərək, ən şərqdə isə Ordubad düzü idi. Düzdür? Bu qədər. Ardına keçək. Baxaq. Azərbaycan ümumiyyətlə vulkanlarına görə, xüsusilə yalançı vulkanlar, psevdo vulkanlarına görə olduqca məşhurdur. Ən böyük palçı vulkanımız Torağaydır. Ən hündür 400 metr hündürlüyə malikdir. Bundan başqa Axtarmapaşalı, Şıx sahili, Qalmaz, Keyrəki, Otmanbozdağ. Bu əsini bir yerdədir, səhv düşüb Otmanbozdağ aid olunur. Palça vulkanlarının xüsusiyyəti var. Şəkildə gördüyümüz palça vulkandır. Palça vulkanları əsasən 4-6 kilometr dərinlikdə olur və püskürmə zamanı bunlar salza çıxır bunlardan. Həmin salza yavaş-yavaş soyuyur, bərkiyir, adlanır brekçi. Bu vulkanlarda əsasən neftli qazlı sahələrdə müşahidə olunur. Yəni ki, Azərbaycan zaten seismik ərazidədir. Alt-Himalay geosinkronal qurşağında yerləşir. Bu heç. Palça vulkanlarında əsas faydalar nədir? Milli təbii sərvətdir. Bir də müalicə xüsusiyyətlərə malikdir. Yəni sinir sistemi, dəri oynaq xəstəliklərinin müalicəsində biz palça vulkanlarının palçığından istifadə edə bilərik. Yəni xəritəyə də baxaq. Bu əsasən palça vulkanlarının olduğu xəritədir. Yəni testlərdə bəzən düşür. Bu xəritəni qoyurlar ki, bu nə xəritədir? Biz bilməliyik ki, bu əsasən palça vulkanlarının xəritəsidir. Daha sonra burada əsas lazımlı olan bizə vulkanların adını qaralamışım. Məkbətan, Mərəzə, Keyrəki, Pirəkəşgül, Torağay, Axtarmapaşalı, Bəndovan, Otmanbozdağ. Bayaq dedik ən hündürü hansıydı? Torağay. Daha sonra qeyrlərini qeyd etmişikmi? Abşeron yarımadasında, Qobustanda, Cənub-Şərqi Şirvanda, Xəzərin şelf zonasında palça vulkanları mövcuddur. Bəs Azərbaycanda fəaliyyətdə olan vulkan var. Fəaliyyətdə olan vulkan olmasa da sönmüş vulkanlar var. Bu da əsasən Qarabağ vulkanik yaylasındadır. Hansılardır? Böyük İşıqlı, Qızılboğaz, Qızılqaya, Gəlinqaya, Axar-Baxar, Pəriçınqıl, Ayçınqıl. Da belə. Keçdik faydalı qazıntılara. Baxaq. Neftin yayıldığı ərazilər. Neft əsasən, deməli, baxaq hansı ərazilərdə yayılıb? Bir dənizdə, bir quruda yayılıb.
Dənizdə yayılan faydalı qazıntılı yataqlar hansılardır? Azəri, Çıraq, Günəşli. Burada yazılıb Azəri, Çıraq, Günəşli. Alov, Danulduzu, İnam, Oğuz, Əşrəfi, Qarabağ. Demək, bunlar yerləşib dənizdə. Bir də quruda var. Quruda hansılardır? Demək, Abşeron yarımadasında var. Bibiheybət, Pirallahı, Yasamal. Sonra var Siyəzən. Daha sonra Mollakən, Muradxanlı. Əsas bunları bilməliyik. Bir də bu Mollakən, Muradxanlı biz necə seçirik? Normalda Azərbaycanda bu neft ehtiyatları Kaynozoy dövrünə aiddir. Kaynozoy yaşlıdır. Amma təkcə Muradxanlı ilə Mollakən Mezozoy yaşlıdır. Mezozoy, Muradxanlı, Mollakən. Hər ikisi M hərfi ilə başlayır. Belə yadda saxlayaq. Burada nefti xarici nəql etmək üçün boru kəmərlərdir. Bunu iqtisadi coğrafiyada keçəcəyimizə görə çox üstündə qalmıram. Keçdik təbii qaza. Təbii qaz da əsasən quruda olur və dənizdə olur. Neft kimi. Qaradağ, Qobustan, Gürgan, Zirə. Quruda da, dənizdə isə Şahdəniz, Ümid. Bizim əsas bilməli olduğumuz bu ikisidir. Keçdik yanar şist. Yanar şist isə Azərbaycanın əsas 3 yerdə var. İsmayıllı, Qobustanda, Qubada. Bunun şəklini də fikrimizdə saxlayaq. Təbii qaza oxşur, amma çıxıntısı var. Baxaq, təbii qaza oxşur, çıxıntısı var. Bu oldu yanar şist. Filizləri keçmədən öncə bir də baxaq. Azərbaycanda yanar mənşəli faydalı qazıntılar. Neft, təbii qaz, yanar şist. Neft oldu harda? Demək, quruda, dənizdə. Bunlar hansı yaşlıydı? Kaynozoy. Bəs hansılar Mezozoy yaşlıydı desək? Muradxanlı, Mollakənd. Keçdik təbii qazı. Baxdım, bu arada qeyd edin, neft qara, uzun, nazik üçbucaqdır. Amma təbii qazı isə şəffafdır içərisi. Ağ rəngli şəffafdır. Təbii qaz harda yayılmışdı? Quruda, dənizdə. Qaradağ, Qobustan, Gürgan, Zirə. Dənizdə isə Şahdəniz, Ümid. Yanar şist isə şəkil demişdik ki, təbii qaza oxşayır, amma çıxıntısı var. Bir növ bunu çadıra da oxşada bilərik. Hansı ərazilərdə yayılıb? İsmayıllı, Quba, Qobustan. 3 yerdə İsmayıllı, Qobustan, Qubada. Keçdik filiz mənşəli faydalı qazıntılar. Demək, birinci başlayaq dəmirdən. Dəmir əsasən yayılıb harda? Daşkəsəndə və 3 əsas yatağı var. Hamançay, Dəmiroğlu, Daşkəsən. Bunlar yadda saxlama rahatdır. Dəmir dedik ki, Daşkəsəndədir. Daşkəsən yatağı var. D hərfi ilə başlayır. Dəmiroğlu yatağı var. Dəmir. Bir də Hamançay. 3 dənə. Keçdi alinitə. Alinitin bircə yatağı var. Zəylik. Bunu yadda saxlaya bilərik ki, alinit A hərf əlifbanın baş hərfi, Z son hərf. Alinit, zəylik. Yatağı var. Harda? Yenə Daşkəsəndə. Keçdi civəyə. Civə əsas 2 ərazidə var. Kəlbəcərdə, bir də Laçında. Harda oldu? Kəlbəcər, Laçında. Kəlbəcərdə 3 yataq var. Ağ yataq, Şorbulaq, Lefçay. Girgəzçay ilə Narzanlı isə oldu Laçında. Daha sonra keçirik molibden mis. Daha doğrusu molibden. Molibden var Parağaçay, Diyaqçay. Ordubadda. Əsas bu molibden gedir. Mis onsuz da birazdan deyəcəm. Parağaçay, Diyaqçay. Bu da oldu harda? Ordubadda. Buraya qədər yadını salaq. Dəmir oldu Daşkəsəndə. Dəmiroğlu, Daşkəsən, Hamançay yataqlar. Alinit oldu Daşkəsəndə. Zəylik yatağı, ağzı. Civə oldu 2 yerdə. Kəlbəcərdə və Laçında. Kəlbəcərdə var ağ yataq, Şorbulaq, Lefçay, yaxud Lefçay yazılır bəzən. Laçında isə oldu nə? Girgəzçay, Narzanlı. Keçdik molibden yataqlarına. Parağaçay, Diyaqçay. Harda oldu? Ordubadda. Keçdik qızıla. Qızıl harda var? Qızıl əsasən 3 yatağı var. Zod, Qızılbulaq var Kəlbəcərdə. Zod, Qızılbulaq oldu Kəlbəcərdə. Qoşa oldu Gədəbəydə. Vejnəli oldu Zəngilanda. 3 dənə yatağı var. Daha doğrusu 4 dənə. Zod, Qızılbulaq Kəlbəcərdə. Qoşa, Qı, Gədəbəydə. Vejnəli, Zəngilanda. Xurumit yatağı əsas 2 dənədir. Göydərə, İpək. Göydərə, İpək. Bunlar hardadır? Göydərə Kəlbəcərdədir. Kəlbəcərdə. Laçında isə İpək var. Mis isə Qaradağ yatağı var. Gədəbəydə. Polimetal da bölünür 3 yerə. Balakən, Zaqatalada, Filiz çay, Katəx çay, Kastağ, Mazım çay. Fikir verir, çoxsunun sonu çay sözü ilə bitir. Kastağda onlara biraz qonşuluq eləsin.
Filiz çay, Katix çay, Mazın çay, Kastaq. Bunlar oldu Balakən, Zaqatalada, Gümüşlü, Şərurda, Mehmana, Kəlbəcərdə. İndi bunlara bir ayrı-ayrı baxaq. Deməli, biz dedik ki, alünit haradaydı? Daşkəsəndə. Hansı yataq? Zəylik. İşarəsində baxaq. Kvadratda, ortasında boşluq. Alünit, zəylik yatağı. Dəmirə baxaq. Dəmir dedik ki, Daşkəsəndə var. Daşkəsən yatağı, Dəmiroğlu, Hamançay. Bunun da forması neftə oxşur, amma neft arıq üçbucağı idi belə, içi dolu. Amma dəmir necədir? Daha qalındı və balaca boydu. Topuşdu. Keçdik. Mis harda yayılmışdı? Mis dedi ki, əsasən Gədəbəydə, Qaradağ yatağı, bir də Ordubadda var. Bunu əlavə edək. Bunun da forması düzbucaqlı kimidir. İçi dolu. Civə. Civəni bölmüşdük. Bir var idi Kəlbəcərdə, bir var idi Laçında qeyd olunub. Kəlbəcərdə deməli, civənin şərti işarəsi oldu. Dairə kim, amma içi boş. Şorbulaq, Ağyataq, Lövçay. Bir də qeyd etmişdik, Laçında hansılar idi? Girgəzçay, Narzanlı. Keçdik. Qızıl harda yayılıb? Qızıla baxaq. Qızılın şərti işarəsi dairə kimi, amma ortadan bölünüb. Sol tərəf dolu, sağ tərəf boşdur. Baxaq. Gədəbəydə Qoşa. Q demişdik də. Gədəbəydə Qoşa. Kəlbəcərdə Zod, Qızılbulaq. Zənginanda Z, Vejneli. Düzdür? Polimetalın yayıldığı ərazidə. Polimetaliz demişdik 3 yerdə var. Birinci şimalda, Balakən, Zaqatalada, Filiz çay, Katix çay, Mazım çay, bir də Kastaq. Daha sonra demişdik Kəlbəcərdə var, ikinci. Mehmana. Üçüncü isə Şərurda, Gümüşlü. Və bunun da şərti işarəsində baxaq, sanki bir dairədir. Dairəndə 3 dənə qarış bucağı var. Bu həmçinin bir şey oxşayır. Radioaktiv maddələrin şərti işarəsində oxşuyur. Daha sonra keçdik qeyri-filiz yataqlarına. Qeyri-filiz yataqları isə birinci başlayaq Daş-Duzdan. Daş-Duz olur Naxçıvanda. Bir də var çökmə duz. Çökmə duz Abşerondadır. Deməli, duzu 2 yerə bölürük. Çökmə duz, bir də Daş-Duz. Daş-Duz oldu Naxçıvanda, Nehrəm, Duzdağ yatağı. Çökmə duzu isə Abşerondadır, şorsulu göllərdə. Sonra gəlir Kükürd. Kükürd Kiçik Qafqazda var, Çıraqdərə, Toğanalı. Barıt, Çovdar, Başqışlıq yatağı var, Gədəbəy, Daşkəsəndə, neft quyularının qazılmasında istifadə olunur. Baxdıq, neft quyularının qazılmasında istifadə olunur. Daha sonra keçdik Bentonitgil. Bentonitgil, Daş Salahlı, Qazaxda. Bu isə qəliblərin hazırlanmasında istifadə olunur. Seolit gili Ağdağda, Ağdağ yatağı Tovuzda, mərmər 3 yerdə var. Qubada, Daşkəsəndə, Şərurda. Deməli, Qubadakı çəhrayı rəng, Daşkəsəndə ağ, Şərurda isə qara mərmərdir. Bunu birazdan bir daha qeyd edəcəm. Travertin perlit, Şahtaxtı yatağı var, Naxçıvanda, Kəlbəcərdə. Gips, Ağcakənd, Goranboyda, Gips, Goranboy, Ağcakənd yatağı. Kvars qumları Abşerondadır, Hacıvəli, Hökməli. Yanmayan neft isə məlum məsələ hamımızı bilirik, Naftalanda. Naftalan yatağı var, Goranboyda. Bu da müalicə üçün istifadə olunur. İndi bir də belə baxaq. Deməli, barıtın şərti işarəsini baxaq, V hərfinə oxşayır. Deməli, oldu Daşkəsən Gədəbəydə, Çovdar, Başqışlaq. Mərmər isə oldu harda? Quba, Daşkəsən, Şərur. Qubada oldu nə rəng? Çəhrayı. Daşkəsəndə oldu ağ rəng. Şərurda isə oldu nə rəng? Qara rəng. Çəhrayı ağ, qara. İndi keçək sementə. Demək, sement harda oldu? Tovuzda. Əsasən nəyə fikir verir? Şərti işarəsinə baxaq. Sementin şərti işarəsi elə özümüz yadımızda sement kisəsi kimi yadda saxlaya bilərik. Məsələn, Norm Sement zavodu. Belə zavodunun sement kisəsini yadda saxlayın. Demək, sement oldu Tovuzda. Bu sementin şərti işarəsinin tərsinə versiyonunda oldu Seolit, Ağdağ. Daha sonra perlit, kvadratdır sanki, diagonal çəkilib ortasında nöqtə. Perlit oldu harda? Kəlbəcərdə, Qubadlıda. Sement harda oldu? Tovuzda, bir də Qaradağda. Keçdik travertinə. Travertin də romba oxşuyur. Əsasən Kəlbəcərdə, Şərurda var, Şahtaxtı yatağı. Nə oldu? Travertin, Şahtaxtı. Keçdik Bentonitgil,
Qazaxda Daşsalahlı, Goranboy, Yuxarı Ağcakənddə gipsli. Demək, gipsdə sement oxşur, amma mərkəzinə xətt keçir. Bir də Abşeron yarımadasında nə var? Hacıvəli kvars qumu. Hacıvəli hökməli bayaq qeyd etdik. Molibden də Paraqaça, Diyaqçay, Ordubadda yerləşir. Fikir verir, rombun içində ağ kvadrat. Son olaraq mineral bulaqlara da baxaq. Demək, mineral bulaqlar. Abşeronda var Şıx, Suraxanı. Abşeronda oldu Şıx, Suraxanı. Naxçıvanda Badamlı, Vayxır, Sirab, Dardağ. Şuşada Tursu, Şırlan. Şuşada. Şuşada oldu Şırlan, Tursu. Kəlbəcərdə İstisu. Qubada Cimi, Xaşı, Xaltan. Şabranda Qalaltı. Qaxda İlisu. Lənkəran Masallıda Meşəsu, Qotursu, Donuzutən, İstisu. Fikir verir, ən qəribə adlar Lənkəran Masallıdadır. İsmayıllıda Bədo, Laçında Minkənd. Bir də yodlu bromlu sular var. Bunlar isə hardadır? Neftçala, Mişovda, Xıllı, Babazənən, Böyükşor, Şirvan. Və bu qədər. Bugün də Azərbaycanın geoloji quruluşu, faydalı qazıntıları, mineral bulaqları, tektonik zonalarını öyrənmiş olduq.